Trump'ın gerçəkdən tətbiq elədiyi o sanksiyalar, gerçəkdən bu alıcıları, Rusiya neftinin alıcılarını görünən budur ki, ciddi şəkildə düşündürdü və qorxutdu. Yəni, heç kim sanksiyaya düşmək istəmir. ABŞ dünya gücüdür, dünyanın iqtisadiyyatının 4/1-nə sahib ölkədir. ABŞ hegemondur, dünya ticarətinin 80%-i Amerika Birləşmiş Ştatlarının dolları ilə hesablaşır. Yəni, o hesablaşmalar dollarla 80%-ə qədər aparılır. Yəni, bütün rıçaqlar, bütün alətlər, təsir alətləri hamısı Amerika Birləşmiş Ştatlarının əlindədir. Onunla hesablaşmamaq, onun sanksiyalarına qarşı getmək, haradasa kimlər üçünsə, yəni hansısa şirkətlər, hansısa dövlətlərin özü üçün çox acı nəticələr verə bilər. Və bunu hesablayırlar. Məsələn, dediyim kimi, Hindistan artıq əlini çəkdi budur. Çin bir 50% çəkdi əlini. Və bu, Rusiya üçün ölüm fərmanı qədər bir şeydir. Yəni, iqtisadi müstəvidən yanaşsa, məsələnin mahiyyəti bu maliyyə müstəvisindən yanaşsa, bu, Rusiya üçün bir ölüm fərmanıdır. Tam mən başqa ad tapa bilmirəm. Çünki doğrudan da, gerçəkdən də bunların neftdən, qazdan dolayı gəlir gətirəcək ikinci bir sahəsi yoxdur. Yəni, düz deyəndə orada bəzi təbii resurslar var, satırlar onları. Almazda oğruq yolla satırlar, qızılda oğruq yolla satırlar, başqa metal... Ancaq bu müharibəni aparmağa kifayət deyil. Onlar təbii ki, ya meşəni də Çin qırıb aparır, hamısını kəsib aparır. Yəni, oradan da bunlara valyuta gəlir. Amma bu nə neftdir, nə qazdır. Bunların əsas gəlirləri neft və qazdan.